qısacası? Çinin istədiyi Tayvandır və Çin bu Tayvanın yəni Çinin suverenliyinin bərpasına görə hər şey gedər və əgər Tramp ona o qarantiyaları versə ki, bu Tayvanla birləşmə müəyyən bir vaxtdan sonra çox sülh yolu ilə həyata keçirilərsə, çox güman ki, Çin də razılaşa bilər eyni zamanda Trampın təklifləri ilə. Eyni zamanda Çin tərəfindən görürük ki, Amerika Birləşmiş Ştatlarının sanksiyasından sonra Çinin iki dövlət neft şirkəti Rusiyadan neft alması ilə bağlı neftin almasını dondurmaq qərarına gəlir. Yəni Çinlə Amerika Birləşmiş Ştatları arasındakı olan ticari bağlılıq, ticari dövriyyə Rusiya ilə olan ticari dövriyyədən qat-qat yüksəkdir və Çin heç bir maliyyəsini Rusiyaya görə qurban verməyəcək. Amma Rusiya Çin üçün çox gözəl bir xammal bazasıdır və bu xammaldan ucuz xammaldan daima istifadə etmək istəyir. Baxır Tramp bunun qarşılığında Si Jinpingə nə təklif edəcək? Onun təkliflərinin arasında Tayvan nə dərəcədə yer alacaq? Yeri gəlmişkən, düzdür, rəsmi olaraq açıqlama deyil, sadəcə olaraq mediada yayılan məlumatlardır ki, Birləşmiş Ştatlar daha doğrusu Çin Birləşmiş Ştatların təklifinə hə demək üçün öz şərtlərini irəli sürüb. Burada nə var? Tayvana hərbi dəstəyin dayandırılması və Tayvanın Çinə daxil edilməsinin suveren hüquq kimi tanınması, Amerika tariflərinin azaldılması, Amerikanın hərbi mövcudluğunun Şərqi Asiyada azaldılması, NATO'nun Asiyaya genişlənməsinə moratorium, eyni zamanda Çin şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyaların aradan qaldırılması. Dediyimiz kimi, rəsmi açıqlama deyil, mediada yayılan informasiyalardır. Amma şərtlərə baxdıqda Tramp məhz Rusiyanı qarşısına almaq üçün Çinin bu təkliflərinə hansına razılıq verə bilər? Burada bütün təkliflərlə bağlı demək olar ki, konsensus əldə etmək mümkündür. Bir Tayvan məsələsində. Çünki əgər Amerika Tayvanı qurban verərsə Çinə, bu deməkdir ki, Çin öz istədiyinə nail olacaq. Bu Tayvan əhalisini Çinə təslim etmək olacaq. Bu Amerikanın öz müttəfiqlərinə qarşı sadiqliyinin, sədaqətinin itilməsinə gətirib çıxara bilər. Amma bu məsələdə də uzun müddətli bir strateji yol xəritəsi hazırlana bilər ki, gələcəkdə məsələn iki rejim, bir dövlət anlayışı. Çünki biz bilirik ki, Çin kommunist rejimidir, Tayvan isə demokratik seçkilərlə liberal bir dövlətdir. Ona görə də bu Tayvanın daxilindəki həm söz azadlığı məsələsi, həm ifadə azadlığı məsələsi, digər məsələ Çin tərəfindən məhdudlaşdırıla bilər. Və gələcəkdə bunun qarşısına alması üçün bir uzun bir yol xəritəsi ilə bağlı da razılığa gəlinə bilər. Amma digər məsələlər, bu məsələlər həll olunan məsələlərdə, onsa NATO demək olar ki, şərqdə yoxdur. NATO'nun müttəfiqləri var, hansı ki, Yaponiya, Cənubi Koreya və Avstraliyadır. Onların məhdud sayda döyüş texnikası var və döyüş bacarığı var. Əsasən Cənubi Koreya, Şimali Koreyaya qarşı durmaqla məşğuldur. Avstraliyanın kontingenti çox aşağıdır və eyni zamanda Yaponiyada biz bilirik 1949-cu il konstitusiyasına əsasən böyük hərbi donanma və hərbi güc saxlamaq iqtidarında deyil. Bunlarla bağlı razılığa gəlmək olar, amma əsas məsələ yenə də Tayvan məsələsini necə həll etmək necə həll olunacaq, budur məsələ.